Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda motosikletli səkiyə vuran 18 yaşlı sürücü ölüb. Xəbər verilir ki, ölən sürücü İdman Akademiyasının 1-ci kurs tələbəsi Məhəmməd Ovçiyev olub. Qeyd edək ki, hadisə Zığ şosesində baş verib. Allah rəhmət eləsin, əzizlərinə, yaxınlarına səbir diləyirik. Dünən TV-lərdə baş verən hadisələrə görə xalqın heç bir günahı yoxdur və xalq bütün bu biabırçıqları görməyə və eşitməyə layiq deyil. Xəbər verilir ki, bu sözləri Instagramda əməkdar artist Lalə Məmmədova yazıb. O, efirdə baş verənlərə münasibət bildirib. Təəssüf ki, reyting xəttrində bizə musiqiyə aidiyyəti olmayan insanları müğənni kimi göstərən TV-lər, aparıcılar və rəhbərliklər mənəviyyatımıza vurduqları ziyanı heç bir milyonlarla da kompensasiya edə bilməyəcəklər. Təklifim budur ki, qədim sənət sahiblərinin peşəsi legallaşsın, onlar artıq müğənni adı altında yox, elə öz sənətlərinin davamçıları kimi efirdən uzaq fəaliyyət göstərsinlər.